Salam əziz yoldaşlar, dostlar, qardaşlar, bacılar. Axırıncı səfər çəkdiyim cücələr artıq yekələnib 3 aylıq olublar. Maşallah olsun. Hamısı yekələndi. Təəssüf ki, içlərində 4 dənə itkim oldu. Kobudcasına deyək, öldülər. İnanın ki, indiki zamanda iğnəsiz, dərmansız, vitaminsiz, vaksinsiz, belə deyək, heç bir heyvan, 4 ayaqlı mı deyək, 2 ayaqlı mı deyək, qənətli mi, qənətsiz mi, heç hası yetişə bilmir, böyüyə bilmir. İnandırım ki, sizə. Şükür Allah ki, elə güclü tələfatım olmadı. Deməli, məndə 66 cücədən 4 dənəsi tələf oldu. Soyuqlamadan öldülər onlar da. Belə kobudcasına deyəm, tələf oldular. Maşallah, yerdə qalanlarım da maşallah olsun, top kimidirlər. Əsas bu videomun səbəbi də odur ki, mənim şamo tığımın balaları artıq yumurtadan çıxıblar. 3 günləridir, maşallah olsun. Maşallah olsun hamısına. Görək inşallah Allah'ın köməkliyi ilə bu balalarımız necə böyüyəcəklər. Göz qabağında baxacaq. Çox gözəl balalar çıxıb. 4 dənə ağ var, kül rəngim var, qarası var. Gözəl cücələrim çıxdı bu səfər. Allah'ın köməkliyi ilə sağ-salamat yetişdirək. Biz narahat eləməyək, çəkilək. Başqa cücələri anaşqa kəsir, belə deyək. Həqiqətən kəsir dimdiyindən. Çünki bu anaşqam əvvəlcə də yerli cücələrdən 8 dənəsini həqiqətən deyim kəsmişdi dimdiyindən. İnşallah ki, bunların böyüməyini də görəcəyik. Arada bir oldu, bir xeylam neçə ay çəkə bilmədim videoları. Çünki işlə əlaqədar vaxt eləmək olmur. Bugün bunların peşək, deməli, göz dərmanlarını alıb gətirmişəm. Bir də vitamin aldım. İmmunitet artırmaq üçün vitamin. Bir də ki, yumurta sarısından bəslədim bu 3 günü mayalanmaq üçün. Bu qabaqlarına tökdüyüm bir dəqiqə maya yemidir. Maya yemindən biraz bəslənsinlər. 10 günlərində göz dərmanı, göz damcısı belə deyək, töküləcək gözlərinə. Allah'ın köməkliyi ilə ki, hər şey qəşəng gedəcək. İnandırım ki, qeyri-adi rənglər əmələ gəldi məndə. İnşallah ki, bunların bir də papalarını çəkib göstərəcəm. Onlar vəbşi gözəlliklərindən, şax durmaqlarından söz ola bilməz. Videoya baxanda özünüz qiymət verərsiniz. Fikirlərinizi də kommentariyalarda yazarsınız, bilək. Nəyi düzgün eləyə bilirik, nəyi düzgün eləyə bilmirik. Həmən o cücələrimin papaları da bunlardır. Maşallah olsun. Çox gözəl, pipik qırmızı, saqqallar qırmızı. Bunlar 2 qardaşdırlar. Əsas cücələrimin papası bunlardır. Budur gördüyünüz. Pipik üz, qıpqırmızı, qənədi, duruşu, quyruğu. Hər yeri əladır. Çox gözəldir. İnşallah çalışaq görək bu şamo cinsini. Türk şamosudur bunlar. İnşallah ki, yetişdirib artırmaq fikrim var. Baxaq görək necə olur. Ən çox bunlara bu 2 qardaş xoruzları qardalığın yemindən bəsləyirəm. Allah'ın köməkliyi ilə bunların balalarından
qəşəng bir nəticə əldə edəcəyik. Bu da bunun balaca qardaşıdır. Bunun maalesef belə deyək, sağ üzündə şişkinlik var. Bir ara dalaşdı yeşil qardaşından. Sağ gözündə, göz altında şişkinlik qaldı. Amma hər bir şey yerindədir. Bunda duruşu, yerişi, üzündəki qırmızılıq, pipiyin qırmızılığı, şax durmağı həqiqətən də keyfiyyətini bildirir. Bir-iki gün bundan qabaq qəşəng gün çıxmışdı. Bunları inanın ki şampunla çimizdirdim, tərtəmiz olsun deyə. Bəzi adamlar deyir çimizdirmək olmaz qənətliləri. Amma yalandır. Çimizdirmək lazımdır ki heyvan belə, quşlar belə təmiz qalsınlar. İnanın ki çox əla bir heyvan mı deyək, quş mu deyək, çox keyfiyyətli bir şey, nəticə əldə eləmişik. Dostlar, qardaşlar, video baxdığınız üçün sağ olun. İnşallah ki bunların cücələrinin böyüməyini də bir yerdə izləyəcəyik. Çox narahat eləməyim artıq anaşkanı. Bəbəklərini qənəd altında gizlədib. Ayaqları görünür oradan. Çox narahat eləmək istəmirəm. Allahın köməkliyi ilə ki bunlar böyüsünlər. Baxaq nəticəyə görək nə əldə edirik. Burada mənim 3 dənə heyrəti balam var. Bunlar şamı deyil. Bunlar heyrətlilərdir. Bunlar da çox gözəl baladılar. Bunlar 4 dənə idilər. 3 dənə sarı idi, bir dənə qara çilli. Bir dənəsi tələf oldu. 3 dənəsi qaldı. Maşallah olsun. Görək inşallah bunlar nə göstərəcəkdir. Allahın köməkliyi ilə. Gəlin hoppanı sizə gəzin. Hoppanın. Bunlar çox gözəl. Bu beçədir. Çox gözəl beçədir. İnanın ki biraz böyüsün. Onda görəcək bunların nəticəsini. Nə nəticə əldə edirik. Video biraz çox uzun çəkdi. 8 dəqiqə gedirik. Allahın köməkliyi ilə ki bunların böyüməyini də görəcəyik bir yerdə. Çox sağ olun gözəl qardaşlar. Kim nə bilir, kim nə məsləhət bilirsə yaza bilər. Yaza bilər. Heyrəti saxlayanlardan, şamu cinsi saxlayanlardan məsləhət almaq çox gözəl mənim üçün bir şans ola bilər. Çox sağ olun gözəl qardaşlar. Videoya baxdınız, vaxtınızı sərf elədiniz.